Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-nədək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə qadağan olunacaq. Yeni Sabah məlumat verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq olunacaq. Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitness mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan olunur. Qeyd edilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır. Vəkil Svetlana Leosovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi, patent ilə işləyən miqrantlara şamil olunacaq. Avrasiya İqtisadi Birliyi ölkələrinin Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya vətəndaşlarından iş icazəsi almaq tələb edilir. Avrasiya İqtisadi Birliyi ölkələrinin Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya vətəndaşlarından iş icazəsi almaq tələb edilir.